Futbolçuların meydanda ofsayda düşməklə arası olmur. Elə baş məşqçilər üçün də bunu deyə bilərik. Yəni kim istəyər ki, futbolçusu qol vursun və ya qol epizodunda oyundan kənar bir vəziyyətə düşsün. Bugünkü qonağımızdan da soruşacağıq. Meydanda və meydandan kənar ofsayda düşmək necə bir hissdir? Sağlam Radio 93 FM-də ofsayda efirdədir. Bildirmək istərdim ki, Milli Çövkən oyunumuza yeni nəfəs gəlir. Ölkənin tam qanuni və güvənli idman mərc oyunları operatoru Mizli Peşəkar Çövkən Liqasına dəstək olur. Eyni zamanda Azərbaycanın Peşəkar Çövkən Liqasının oyunlarına yalnız Mislazda mərc edə bilərsiniz. Az öncə də qeyd elədiyim kimi, bugünkü qonağımız Azərbaycan futbolunun, Azərbaycanın ən sevilən futbolçularından biri olmuş və hazırda Zirə klubunun baş məşqçisi Rəşad Sadıqovdur. Salam Rəşad müəllim, xoş gəlmisiniz. Xoş gördük, mən də salamlayıram sizlərə. Özünüzü necə hiss edirsiniz? Şükür, yaxşı. Meydanda ofsayda düşmüsünüz yəqin ki. Baş məşqçi olanda bəs ofsayda düşmək necə bir hissdir? Oyun zamanı təbii olaraq oynadığım zamanlar ofsayda düşmüşük, amma baş məşqçi kimi heç bu vaxtda düşünməmişəm, bu hissləri də yaşamamışam ki, nə vaxtsa hardasa ofsayda düşmüşəm. Verilişin sonunda əslində sizdən fikirlərinizi yenidən alacağım. Ofsayda düşmək necə bir hissdir və başlayaq bugünkü söhbətimizə. Mövsümün başa çatmasına 1-2 tur qalıb və artıq Zirə klubu ikinci yeri, gümüş medalı təmin eləyib. Cari mövsüm Zirə üçün necə keçdi? Təbii olaraq yaxşı qiymətləndiririk. Hər bir komanda istərdi ki, bu il çempionatda xüsusilə 4-5 komanda var ki, ikincilik, üçüncülük uğrunda mübarizə aparırdı. Şükür olsun Allaha biz sona 3 tur qalmış ikinciliyi təmin elədik. Sezon əvvəlində Avrokuboklarda play-offa qədər irəliləmişdik. Məğlub olduğumuz yarış kubok yarışı idi. 4-də 1-də Aras komandasına məğlub olduq. Digər yarışları nəzərə alsaq, düşünürəm ümumən qiymətləndirsək, sezon bizim üçün uğurlu alındı. Rəşad müəllim, Azərbaycan klubları üçün biz uzun illərdir ki, istəyirik ki, davamlı bir nəticələr göstərsinlər və Zirə son illərdə bunu göstərir. Ardıcıl 2 mövsüm gümüş medal qazanıldı. Digər klublarımıza bu nəticəyə çatmaq üçün mane olan nədir? Rəqabət, ilk növbədə rəqabət. Yəni heç kim garanti verəməz ki, biz gələnir 2-ci, 3-cü və yaxud 4-cü yerlərdə, mövqelərdə olacağıq. Çempionatımızda çox ciddi rəqabət gedir. Bir çox komandalar yüksək yerlər uğrunda mübarizə aparır və o yüzdən də hansı komandanın stabil, uğurlu olmasının əsas maneə törədən səbəb budur. Sadəcə olaraq bizdə bu il uğurlu alındı. Sevinirik biz, amma ola bilər ki, biz bu il 3-cü, 4-cü və yaxud 5-ci yerdə mövqedə bitirə bilərdik çempionatı. O yüzdən də əsas səbəb mən düşünürəm rəqabətdir. Komandalar arasında çox ciddi rəqabət gedir. Hazırda Zirə klubunun Avropa Liqasında və ya Konfrans Liqasında çıxış eləməsi hələ ki dəqiq deyil. Deyə bilərim ki, artıq komandada növbəti mövsüm üçün Avrokuboklara hazırlıqlar başlayıb. Bəli, biz Turan üzərində qələbəmizdən sonra artıq dəqiqləşdikdən sonra ki, biz ikinci yer tutmuşuq. Biz Avrokubokların hazırlığına başladıq. Hətta futbolçularla da söhbətimiz oldu ki, yəni bundan sonraki oyunlar, məşqlər hamısı Avrokubok üzərində qurulacaq. Sadəcə olaraq arada fasilə verəcək futbolçularımıza 10-15 gün istirahət eləsinlər, ailələrlə vaxt keçirsinlər. Bu bizim üçün yaxşı bir fürsət oldu, hazırlaşmaq üçün, bəzi şeylər sınaqdan keçirmək üçün, bəzi futbolçularımız var ki, müəyyən səbəblərdən çox şans almırdılar oynamağa, onları praktikasını yaxşılaşdırmaq üçün. Biz də çalışırıq maksimum səmərəli istifadə eləyək. Və artıq dəqiqləşibmi ki, Zirə klubu yay transfer pəncərəsində hansı mövqelərə neçə futbolçu transfer eləyəcək? Beynimdə müəyyən fikirlər var, planlar var, amma şükür olsun Allaha mən əlimizdə olan heyətdən, komandadan razıyam. Sadəcə olaraq 3, 4, 5 bəlkə transfer oldu ki, hansı mövqeləri gücləndirdik. Təbii olaraq hər transfer dönəmində getmə ehtimalı olan futbolçular da var. O yüzden hal-hazırda ən çox bunun üzərində işləyirik ki, gedəcək, qalacaq futbolçular, transfer olacaq futbolçular və o düşünürəm bütün yay transfer dönəmində bu proses davam edəcək. Əsas belə deyək, transfer pəncərəsində hazırda adı hallanan Salifo Suma'dır ki, bir çox ölkələrdən ona təkliflər var. Salifo Suma'nın bəs komandadan ayrılması gözlənilirmi? Tək Salifo Suma deyil, ümumən bütün futbolçularımız üçün bu keçərlidir ki, kiməsə yaxşı bir təklif olsa, istər özünün gələcəyi üçün, istər klubun maraqları üçün uyğun olsa, biz onu hər zaman dəyərləndirməyə hazırıq və bir tək Salifo deyil, bir çox futbolçularımıza maraq var. Biz maksimum çalışacağıq futbolçuların çoxsunu öz rəhbərimiz altında saxlayaq, komandada saxlayaq.
Amma bu da futbolun bir hissəsidir və gələn təkliflərə baxacaq. O yüzden rəhbərlə məsləhət eləyəcək, ondan sonra qərar qəbul edəcək. Biz istəyərdik ki, imkan dərəcəsində heyətimizi qoruyaq, ən azı Avrokuboklarda gücləndirək əlavə bir sürü futbolçu ilə, amma olmasa da bu futbolun bir hissəsidir. Cari mövsümün əvvəlində Asiyeklə Avrokubok qarşılaşmasında xüsusilə Thiago Silva'nın performansı diqqət çəkmişdi və cari mövsüm Misli Premyer Liqasında o qədər də şans qazanmadı. Mövsümün sonunda komandada qalma ehtimalı böyükdü, yoxsa getmə? Tək Thiago Silva mövzusu deyil, bir çox futbolçularımız var ki, hər birilərlə danışıq olacaq. Çünki mənim üçün hər bir futbolçunun psixoloji durumu ən önəmli psixoloji durumudur. Söhbətlər olacaq, müzakirələr olacaq, müqavilələrin uzadılması təklif olunacaq və yaxud müqavilələrin ləğv olunması. Bu bizim işimizin bir hissəsidir. Thiago Silva da o futbolçular sırasındadır ki, onunla da danışığımız olacaq. Əgər komandada qalıb həvəslə işini davam etdirmək istəyirsə, mən Thiago Silva'nın komandada olmasını istəyirəm, amma yenə deyirəm, hər bir futbolçunun psixoloji durumu mənim üçün çox önəmlidir. Qeyd elədiniz az öncə 3, 4 və ya 5 futbolçu transferi gözlənilir. Legioner limitinin ləğv olunması bu planlarınızı belə deyək, pozdumu? Pozdu yox, planlarımızı dəyişdi deyək. Yəni pozdu yox, bu futbolun içində olan məsələlərdir ki, hər an hər hansı bir qərar qəbul oluna bilər və yaxud sən oyuna hazırlaşırsan, məşqçi işi budur, oyuna hazırlaşırsan 11 futbolçu ilə, bir də görürsən 10-cu dəqiqədə kimsə zədələnir və yaxud kimsə qırmızı kart alır. Biz məşqçilər elastik olmalıyıq, hər zaman verilən qərarlara və yeni işlərə hazır olmalıyıq. Və eyni zamanda cari mövsümün gedişatında qəbul edilən qərarlardan biri də klubların sayının artırılması idi ki, artıq növbəti mövsümdən etibarən 2025-26 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında 12 komanda, yeni komandalar qoşulacaq və bu 12 klubdan 3-ü Qəbələ, İmişli və Kərban komandalar olacaq. 12 klublu çempionat bizə növbəti mövsüm üçün nə vəd eləyir? Əvvəlcədən proqnoz vermək çətindir. Açığı mən 10 klublu çempionat mənim üçün daha uyğun idi, daha xoş idi. 36 oyun və 12 klublu çempionatda biz oynamışıq əvvəllər. Mən oynadığım dönəmə də düşüb və 2 reqlament olub. Birində 3 devrə, birində play-off sistemi. Şəxsən mənim üçün daha uyğun 3 devrə idi və 3 devrə qərarı oldu. Çalışacaq, uyğunlaşaq, adaptasiya olaq. Yəqin ki, biraz zaman alacaq bu. Amma düşünürəm çempionatımız daha maraqlı keçəcək əvvəlkilərlə müqayisədə. Sağlam Radio 93 FM-də Offside dinləyirsiniz. Reklam və musiqi fəsləmiz olacaq. Daha sonra buradayıq Offside-da, dalğanı dəyişməyin. Sağlam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir. Rəşad Sadıqov bugün qonağımızdır və Rəşad müəllim, daha öncə biz sosial şəbəkə hesablarımızda, Offside Plus Telegram kanalımızda sorğu keçirdik. Rəşad müəllimdən nə soruşmaq istəyirsiniz? Verilişimizin gedişatında izləyicilərimizin bəzi suallarını səsləndirəcək və Vüsal adlı bir izləyicimiz soruşub ki, Rəşad müəllim, futbolçu kimi lideridiz, indi isə baş məşqçisiz. Futbolçuların hörmətini qazanmaqda daha çətin nədir? Kapitan olmaq yoxsa baş məşqçi olmaq? Hər ikisinin öz çətinliyi var. Düşünmədiyim bir sualdır. Amma hər ikisinin öz yeri var. Biraz düşünürəm, kapitan kimi futbolçularla ünsiyyət qurmaq daha asandır. Çünki məşqçi elədir ki, sən məşqçisən və futbolçular səndən biraz istər-istəməz məsafəli olur, ehtiyatlı olur. Amma kapitan olaraq oynadığın dönəmlərdə kommunikasiya qurmaq daha asan idi. Daha səmimi olurdu futbolçular səndən, komanda yoldaşların daha açıq olurdular səndən, amma məşqçi dövründə biraz futbolçular ehtiyatlı olur. Təbii olaraq hamımız elə olmuşuq. Məşqçilərimizdən ehtiyatlı, daha hörmətli davranmışıq. Düşünürəm ki, kapitan olan dövrdə daha asan idi. Baş məşqçi dönəminizdə elə bir an gəlibmi ki, siz geriyə baxmısınız və demisiniz ki, baş məşqçilərimi başa düşürəm indi? Çox elə anlar olub ki, bəzən məşqçi olduqdan sonra keçmişdə yol verdiyim səhvləri anlamışam ki, bəli o səhv olub, düz davranış olmayıb, düzgün ünsiyyət, münasibət olmayıb. Amma o vaxt, oynayan vaxtı başqa rakusdan baxırdın və o məsələlər sənə fərqli görsənirdi. Əvvəlki dönəmdə milli komandanın oyunlarını izləmək və indiki dövrdə milli komandanın oyunlarını izləmək izləyicilərə, tamaşaçılara zövq vermədiyi bəllidir. O fərqi göstərə bilərdinizmi ki, əvvəlki dönəmlərdə fərq nə idi və indi fərq nədir yığma komandamızda?
Belə ümumiyyətcə mən o bizim vaxtımızda sözünü heç xoşlamıram. Və görürsən ki, bu illər boydu futbolda bu mövzu var. Bizdən əvvəlki nəsil bizim vaxtı öz vaxtlarını qeyd eləyir. Ondan əvvəlki nəsil onlar öz vaxtını qeyd eləyir. Belə ümumən götürsən bizim futbolumuzda son illər Qarabağın göstərdiyi nəticələri çıxsaq, yəni nümunə göstəriləcək bir ciddi bir nəticələrimiz olmayıb. Və biz deyək ki, bizim dönəmimizdə, bizim vaxtımızda da ciddi məğlubiyyətlər olub, böyük hesablı məğlubiyyətlər olub, uğursuzluqlar olub. Fərq göstərsən, son dönəmdə biraz elə bir atmosfer fərqi var ki, əvvəlki millilər daha belə deyim, mehriban idi, daha yaxşı atmosfer olurdu komandanın daxilində. Belə müqayisələr aparmaq olar. O da düşünürəm siz zamanla düzələn şeydir. Nəsillər dəyişir, futbolçular dəyişir, heyətdə bir-birinə uyğunlaşan dövr. Məsələn, indi çox dəyişiklik var millimizdə, yeni futbolçular da çoxsu. Bəlkə onlar da bir-birinə uyğunlaşdıqdan sonra fərqli görəcəyik biz onları. Biraz bu emosiya, atmosfer, mehr, biraz bax o məsələlərdə bir balaca indi fərq var. Və o sırf bizim dönəmlə yox, elə bizdən sonraki dönəmlə də son illərdəki emosiyalarda biraz fərq var. Məsələn, görürsən, Uduzanda futbolçuların verdiyi reaksiya, Udanda verdiyi reaksiya, ev oyunlarındakı motivasiya, məsələn, böyük hesablı məğlubiyyətlərdəki hisslər. Siz biraz bax, mən açıq-aşkar son dönəmlərdə onu hiss edirəm futbolçularımızda. O da yenə deyirəm, həll olan bir məsələdir, düzələn bir məsələdir və inanıram ki, qarşıdakı rəsmi oyunlarımızda bu artıq bu məsələlər, problemlər aradan qalxacaq və millimiz ən optimal formada, ən yüksək motivasiya ilə oyunlara köklənəcəklər və inşallah ki, millimizə, dövlətimizə uyğun Allahın köməyi ilə layiqli qələbələr qazanacaqlar. Bəli, qarşıdakı aylarda artıq yığma komandamız yoldaşlıq qarşılaşmalarına çıxacaqlar və bizi sentyabrdan artıq seçmə mərhələ qarşılaşmaları gözləyir, ağır oyunlar olacaq. Daha öncəki müsahibələrinizdə, xüsusilə səhv eləmirəmsə, Gianni Di Biasinin dönəmində bildirmişdiniz ki, Azərbaycan milli komandasına yerli baş məşqçi lazımdır. Ümumən mən, kiminsə dövründə yox, ümumən mən o rəydəyəm ki, Azərbaycan millisində baş məşqçi işləməlidir, amma bu günləri biz cənab Santoş milli komandamızın başındadır, təcrübəli mütəxəssisdir, şəxsən özü ilə də söhbətlərimiz olub, məndə çox belə deyək, böyük bir məşqçi fikri formalaşdırıb, böyük bir şəxsiyyət fikri formalaşdırıb özü haqqında və mən o görüşdən sonra özümdə qənaətə gəldim ki, təsadüfən Avropa çempionu olmayıb, böyük təcrübəli bir şəxsiyyətdir, məşqçidir. Və bugün biz hamımız onun ətrafında toparlanmışıq. Kim nə köməkliyi ilə bilirsə, millinin üzvlərinə hardasa milliyə gedəndə yaxşı formada olsunlar, oyun praktikaları daha çox olsun. Əlimizdən gələni eləyirik klub məşqçiləri. O ümumən mənim məşqçi olaraq yox, ümumən bir futbol mütəxəssisi olaraq tək Azərbaycan millisində yox, mən bir çox millilərdə düşünürəm ki, milli məşqçi işləməlidir. Klub fərqlidir, milli başqadır. Millidə daha çox yerli futbolçular oynayır və orada belə deyək də, həmin millinin mentalitetin bilmək, futbolçuların psixologiyasını bilmək çox önəmlidir mənə görə. Və bugün müasir futbolda psixoloji amil günü-gündən qabarıq şəkildə önəmli olmağa başlayıb. Və o yüzdən də mən fikirləşirəm, tək Azərbaycan yox, bir çox millilərdə məhz yerli məşqçi işləməlidir. Əgər onların elə həmin millilərin o yükü daşıya biləcək bir məşqçiləri varsa, mütləq şəkildə yerli məşqçilərə güvənməlidirlər. Əslində illər ərzində Santuş da uğur qazandığı milli komanda Portuqaliya millisi oldu. Yəni çempion oldu, Azərbaycana gəldi və Azərbaycanlı futbolçularda o çempion xarakterini formalaşdıra biləcəkmi? Bu fərqli məsələdir. Biz milli biraz başqa məsələdir. Milli Portuqaliya millisini biz Azərbaycan millisini necə bir elə bilərik? Biz müqayisə edə bilmərik ki, o formalaşdırdı çempion xasiyyəti futbolçuda. Ronaldo da yəni kim çempionluq xasiyyətini formalaşdıra bilər? Yəni kim olur olsun, Ronaldo çempion kimi doğulub. Və bir çox orada futbolçular var və yaxud bizdə hansı futbolçumuz biz bu gündən sonra
2 il, 3 il, 5 il içində Avropa çempionu psixologiyasını formalaşdıra bilərik, xassiyyətini formalaşdırır. Bu mümkün olan bir şey deyil. Fərqli bir mövzulardır və mən düşünürəm ki, müqayisə aparmaq düzgün deyil və biz öz əlimizdə olan real materiala uyğun danışmalıyıq ki, biz bu futbolçularımızla, biz bu materialla nə edə bilərik və nə etməliyik. Yəni, ən vacib olan odur və o millidə çempion və yaxud onu kənara qoymalıyıq. Biz o təfəkkürlə yaşasaq, düşünürəm çox ciddi sıxıntılar yaşayarıq. Bəzi adlar çəkilir Azərbaycan milli komandası ilə bağlı baş məşqçi postuna. Sizin də adınız var. Rəşad Sadıqov qarşıdakı illərdə Azərbaycan milli komandasını çalışdıra bilərmi? İndi siz qeyri-etik hesab edirəm millinin baş məşqçi postunu müzakirə eləmək. Hal-hazırda bizim məşhur və təcrübəli bir məşqçimiz var, hansına ki mən şəxsən inanıram, güvənirəm və düşünürəm ki, millimiz onun rəhbərliyi altında inkişaf eləyəcək, uğurlu çıxış eləyəcək. Ümumən o suala gəldikdə mən həmişə demişəm və yenə deyirəm, nə vaxtsa mən Azərbaycan milli komandasını rəhbərlik eləmək istəyirəm. Bu mənim istəyimdir, bu mənim düşüncəmdir və bu günün söhbəti deyil o. Mən futbol oynayan dönəmdən də həmişə istəmişəm ki, Azərbaycan milli komandasında bir gün məşqçi işləyim. O nə vaxt olacaq, nə vaxtın qismətidir, biz onu bilə bilmərik. Yenə deyirəm, özüm Avropa çempionatlarında, dünya çempionatlarında iştirak edə bilməmişəm bir futbolçu olaraq. Amma mənim bir arzum, məqsədim, hədəfim var ki, məşqçi olaraq milli komandamızı nə vaxtsa düşməsə belə ən azı o vəsqə uğrunda mübarizə aparaq. Baş məşqçi olaraq Türkiyəyə qayıtmaq fikriniz varmı? Ümumiyyətcə məşqçi olaraq gələcəyimi çox da düşünmürəm ki, sabah nə olacaq mən bilmirəm. Məşqçi işi biraz fərqlidir. Futbolçu fərqlidir, məşqçi fərqlidir və sabah nə olacaq, nə baş verəcək biz bilmirik. Biz planlar tuturuq, biz hədəflər qoyuruq, biz istəyirik, amma sabah nə baş verəcək, nə olacaq biz bilmirik. Mütləq inşallah bir gün mən istəyirəm Azərbaycan milli komandasının məşqçisi olum. O nə vaxt, necə, hansı ildə, hansı çıxılda onu Allahdan xeyirlisin inşallah. Cari mövsüm Misli Premyer Liqasında bir çox Azərbaycanlı yeni gənc məşqçi debüt elədi. Elvin Məmmədovu buna misal çəkmək olar, Vaqif Cavadovu, eyni zamanda Cavid Hüseynovu. Cari mövsüm bu performansları necə dəyərləndirərdiniz? Hər üçünün performansı yüksək dəyərləndirirəm. Bu yaxınlardakı mətbuat konfransımda bildirmişdim ki, bizdə hər şey nəticə üzərindən insanlar nəticəyə köklənir və nəticəyə uyğun təhlil aparır, amma hər üçündə çox maraqlı məqamlar, çox maraqlı elementlər oldu oyunlar zamanı və açığı o qədərini gözləmirdim onlardan və öz şəxsi oyunlarımızda mən onu açıq-aşkar oyunda hiss eləyirdim. Sanki debüt eləmirlər və neçə ilin təcrübəli və savadlı məşqçiləridir. Uğursuz alına bilər nəticələri, burada heyət faktoru var, burada hər komandanın özünə uyğun məqsədləri var. Uğursuz görsənə bilər, amma yaxşı təcrübə qazandı hər üçü və bunun üzərində düşünməlilər, işləməlilər. İndi elə hal-hazırda mətbuatdan oxudum ki, Vaqif Cavadov istifaya göndərildi. Çox məyus oldum. Komanda onun rəhbərliyi altında çox maraqlı futbol oynayırdı və qarşılaşdığımız rəqiblər arasında ən çox məhz elə Vaqif Cavadovun Sumqayıtından çəkinirdik və analizlərdə onu futbolçularımıza bildirirdik. O təəssüflər olsun, bizdə biraz yanaşmalar fərqlidir. Bizdə hər şey nəticəyə köklənib və bu bizim bəzi yerli məşqçilərin inkişafına mane olur, amma yoxlar üçün yaxşı təcrübə oldu. Həm Vaqif üçün, həm Cavid üçün, həm Elvin üçün. İnşallah gələcək karyeralarında bu təcrübənin onlara böyük faydası olacaq. Vaqif Cavadov Sumqayıt klubundan ayrıldı və siz Azərbaycanlı bir baş məşqçi kimi Vaqif Cavadovun Sumqayıt klubundan ayrılmasına, gənc məşqçinin göndərilməsinə necə münasibət bildirərdiniz? Təbii olaraq Sumqayıt komandası keçən il 3-cü yerdə bitirmişdi çempionatı, 4-cü yerdə Avrokuboklara çıxış eləmişdi və bu ildə ambisiyalı, iddialı olmaqları normaldır, amma zaten sezona uğursuz başlamışdı Sumqayıt komandası və Vaqif Cavadov komandanı götürdükdə artıq problemlər var idi və o periodda yaxşı enerji verdi komandaya. Komanda üst-üstə vacib qələbələr qazandı. Halbuki bu günləri düşmək uğrunda da mübarizə apara bilərdi. Məhz belə deyək, bir neçə tur əvvəl onu da özləri üçün garantilədilər və son turlardakı uğursuzları mən daha çox onunla bağlayıram ki, sezon sonudur.
artıq hal ehtiyatların lazımi səviyyəyə çatdırmışlar deyə ola bilsin futbolçularda, ola bilər komandada biraz motivasiya düşmüşdü aşağı, amma Vaqif özü oyunlar zamanı mətbuat konferansları zamanında hələ də istəkli, hələ də ambisiyalı və oyunlarda qələbə qazanmağın istəyini biz görürdük. Yenə deyirəm, siz əgər sabah bunu 5 ay, 6 ay sonra hansısa bir məşqçimiz göndəriləcəksə, mən istəmərəm ki, gənc məşqçilərimizə o çətin periodda, məhz ən ağır dövrdə gənc məşqçimiz önə verilsin və 4 ay, 5 ay sonra dəyişdirilsin. Mən istəmərəm gənc məşqçilərimiz belə şeylərə istifadə olunsunlar. Ayxan Abbasovun 21 yaşlı futbolçularla işləməsinə necə münasibət bildirərdiniz? Yaxşı münasibət bildirərdim. Əvvəlki mətbuat konferanslarında da bunu bildirmişəm. Yaxşı qərardır. Azərbaycan futbolu üçün xeyirli olacaq. Yeganə məsələ iki yerdə işləməsidir. İki yerdə işləmə müəyyən çətinlik ona yaradacaq, amma Ayxan Abbasov enerjili, savadlı məşqçidir və düşünürəm ki, inşallah öhdəsindən gələcək və elə ilk təlim məşq toplanışında, yoldaşlıq görüşlərdə dərhal komanda yaxşı reaksiya verdi. İki oyunda heç kimdə məğlub olmadı, birində qələbə qazandı, birində bərabərə qaldı. Və oyunda da artıq Ayxan Abbasovun məşqçi cizgiləri görsənirdi. Bu sevindirici amil idi. Mən həmişə öz məşqçilərimizdən yanayım. Salam, Radio 93 FM-də Offside dinləyirsiniz. Musiqi və reklam fasilemiz olacaq. Daha sonra buradayıq Offside-da. Dalğanı dəyişməyin. Rəşad müəllim, həm siz, həm də Qurban Qurbanov Qarabağ klubunun əfsanələri olaraq tanınırsınız. Amma keçmişinizdə Ağqara bir klub olub, söhbət Neftçidən gedir. Neftçi həm Qurban Qurbanovu, həm də Rəşad Sadıqovu növbəti illərdə itirmiş oldu. Mən Neftçi itirmiş deməyək, Neftçinin adı ilə bağlamayaq da. Çünki bu qərarları verən bəzi şəxslər olub, belə deyək, yəni və mən onları bu günlər heç onların Neftçi aidiyyatı yoxdur, amma həmin dönəmdə o vəzifə sahibi olublar və o qərarları veriblər. Bugünkü gündə mən onu Neftçi ilə bağlamıram ki, Neftçi bizi itirib, Neftçi bizi göndərib, Neftçi bizlə yollarını ayırıb. Biz həmin şəxslərlə yollarımızı ayırmışıq. Neftçiyə olan hörmətimiz, sevgimiz əbədi olaraq qəlbimizdə qalacaq. Və mən şəxsən istəmirəm ki, Neftçidən göndərildi, itirildi, bu kimi terminlər istifadə olunsun. Çünki biz o şəxslərlə bağlayırıq. Bəzən aramızda da söhbət edəndə, yada salanda o günləri məhz biz o şəxslərlə bağlayırıq ki, o şəxslərin o zamanki qərarı, yanaşması, qurduğu ünsiyyət, idarəçiliyi ona səbəb oldu ki, biz o klubdan ayrıldıq. Hazırda çıxış edən gənc futbolçulardan hansıları görürsünüz ki, o gələcəyin Rəşad Sadıqov ola bilər? Bizdə indi çox futbolçular var ki, heç məndə onların potensialı olmayıb. Onlar məndən daha istedadlılar, daha bacarıqlıdırlar. Sadəcə olaraq əzmkarlıq, iradə, əldə etdikləri uğurlar üzərində dayanmamaq, eyni tempdə davam eləməlidirlər ki, gələcəkdə özlərinin bugünkü formasından daha da yaxşı olsunlar, Avropa klublarında oynasınlar, millimizə çoxlu fayda versinlər, belə futbolçularımız çoxdur. Verilişimizin gedişatında Rəşad Sadıqovla keçmişdən, indidən, gələcəkdən danışdıq və bir də yenidən keçmişə qayıdacağıq. Rəşad müəllim, sizin bir tarixi xatırlamağınızı, bir epizodu xatırlamağınızı istəyərdim. 2010-cu il 12 oktyabr tarixinə gedirik. Avro 2012-nin seçmə mərhələsinə Azərbaycan-Türkiyə qarşılaşması və 38-ci dəqiqədə hesab 1-0 oldu. Çox gözəl xatirələrdir və onu tez-tez mən xatırlayıram, o qola baxıram. Çox çətin bir period idi millidə. Üst-üstə məğlub olurduq və o zaman bir dəb var idi. Təəssüflər olsun ki, bəzi insanlar, bəzi millinin ətrafındakı insanlar hər uğursuzluğu futbolçular qəsdən oynamır, bilərəkdən oynamır. Bu tip şərhlər verirdilər. Başqa yollar axtarsınlar, başqa çıxış yolları, bəlkə səbəb başqadır. Məsəl üçün, milli doğru düzgün oyuna köklənilmir, doğru düzgün oyun planı seçilmir, oyun sistemi seçilmir, seleksiya düzgün aparılmır və yaxud qarşındakı rəqib səndən qat-qat güclüdür, məğlub olursan. Yox, dərhal məğlub olan kimi, fərqi yoxdur kimi məğlub olurduq. İlk fikri olurdu ki,
Bir çox futbolçular bilərəkdən oynamır, bir çox futbolçular klublarında yaxşı oynayır, millidə yaxşı oynamır. O periodudur və biz də hər oyuna olduğu kimi həmin oyuna da bizə yəni bu şərhlər gülməli gəlirdi. Çünki bizim milli futbolçuların vətənpərvər, millətin, dövlətin, xalqını sevən bir futbolçular idi və hər oyuna biz çıxdıqda böyük motivasiya oynayırdıq, amma elə məqamlar var idi, bacarırdıq, elə məqamlar var, bacarmırdıq. Yəni biz top futbolçular olmamışıq heç bir zaman ki, milli səviyyəsində oynadığımız oyunlarda biz rahatlıqla istədiyimiz rəqibləri yenək. Kim istəməz ki, qələbə qazansın və əl-əfsusda ki, milli səviyyəsində. Və o periodda çox söhbət gəzirdi ki, futbolçular həvəssiz oynayır, klublarında daha istəklidirlər. Klublarda iddiada daha çox Qarabağ nəzərdə tutulurdu ki, millinin də əsas tərkibi Qarabağ futbolçularından ibarət idi. Və o periodda da məhz o oyunda da gol vurduq, qələbə qazandıq və mən qışda, belə ayda avqustun 31-i Eskişehirə transfer olmuşdum və üstündən bir ay yarım, 2 ay keçmişdi. Eskişehirdə də hələ debüt eləməmişdim Türkiyə çempionatında. Mənim üçün oyun, belə deyək, iki başlı çox önəmli idi. Həm Türkiyədəki karyeramla bağlı, həm millidə bu gəzən söz-söhbətlərlə bağlı və qarşımızdakı çox güclü bir rəqibi 1-0 qalib gəldi, qələbə qazandıq. Amma halbuki oyunda da uduza bilərdik. Oyundan sonra bizə deyirlər, görürsünüz istəyəndə deyil, alınanda. Yəni biz həmin oyunda da oyunun özətinə baxsan 4-5 Türkiyənin qol epizodları olub, istifadə edə bilməyib, Kamran yaxşı sevlər eləyib, müdafiəçilər çox əzmkar çıxış eləyiblər bəzi epizodlarda və 1-0 qələbə qazandıq. Və ona görə deyirəm, bizim Azərbaycan futbolunda çox vaxt şərhlər, təhlillər nəticəyə görə olur. Həmin oyunu biz 3-0 məğlub olsaydıq, eyni oyun. 3-0 məğlub olsaydıq, bəlkə də 3-4 nəfər millidən göndərəcəkdilər, uzaqlaşdıracaqdilər ki, həvəssiz oynayırdınız, istəksiz oynayırdınız, amma eyni oyunla 1-0 qələbə qazanmışıq, deyilə görürsünüz siz istəyəndə. Və ona görə bizdə bu yanaşmalar, bu baxışlar dəyişməlidir mütləq şəkildə və mən son mətbuat konfransımda da bunu bildirmişdim ki, biz futbolu daha dərinə təhlil etməliyik, daha düzgün başa düşməliyik, reallıqları qəbul etməliyik, inkişafa doğru getməliyik. O oyun, belə deyək, millidə mənim üçün ən yadda qalan oyunlardan biri idi və çox ağır bir atmosfer var idi millidə, çox belə yersiz, lazımsız bir söhbətlər gedirdi milli ətrafında və qələbə qazandıq, böyük sevinc oldu və yəqin ki, ömrümün sonuna qədər mən qələbəni unutmayacağam. Siz Azərbaycan sayağı küncdən zərbənin əfsanəsisiniz. Hazırda tamamilə uzaqlaşmışıq keçmiş ənillərimizdən. Xatırlayırsınızsa, bir neçə oyun əvvəl Barselonanın bir Azərbaycan sayağı küncdən zərbəyə oxşar bir qol epizodu olmuşdu. Kombinasiyanın əfsanəsi Vaqif Sadıqovdur. Çünki ilk dəfə Azərbaycanda o düşünüb bu kombinasiyanı. Onlar icra ediblər. Bizdən əvvəl də çox əvvəllər icra ediblər, alınıb, alınmayıb. Sadəcə olaraq mötəbər oyunlarda daha yadda qalan bizim istifadə etdiyimiz kombinasiyalar və qollar oldu deyə bizi daha çox xatırlayırlar. Və Barcelona bu yaxınlarda qol vurduqda mən də baxırdım, izləyirdim. Oxşatdım bizim kombinasiyaya və onu demək ki, onlar bizdən götürüblər, yanlışlıq olar. Çünki bu dəqiqə məşqçilər hamısı fikirləşir, hamı çoxlu analiz edir, hər məşqçinin ətrafında 7, 8, 9 köməkçi olur, hərəsi gündə biri deyərlə gəlir və yəqin ki, özləri ağıllarına gəlib bu kombinasiyanı icra ediblər. Mən inanmıram ki, onlar onu bizdən görüb götürüblər. Tam o deyildi, amma ona oxşar bir kombinasiyaydı. Rəşid müəllim, çox sağ olun. Bugün gəldiyiniz üçün və komandanızda uğurlar və Avrokuboklarda növbəti mövsüm üçün uğurlar diləyirəm. Çox sağ olun. Bir saat ərzində Ofsaydı dinlədi. Sizinlə sabaha qədər sağollaşıram. Sabah saat 3-də Ofsayda düşməyi unutmayın. Hələlik.